En ağzı dualı insanlar toy adamlarıdır. Fərqi yoxdur, nağaraçıdır, qarmon ifaçısıdır, zurnaçıdır, davulçudur, müğənnidir, tamadadır, aparıcıdır, dekorçudur, rəqqasədir, heç fərqi yoxdur. Toyda işləyən hamının ağzı dualıdır. Heç görmüsünüz ki, birinin qapısına gidəsiniz mollanın, deyəsiniz ki, bizim ölümümüz ölüb, desin Allah mübarək eləsin. Molla oturur, yas gözləyir. Toyçu oturur, toy gözləyir. Və toyçunun duası o qədər düşərlidir ki, inanın mənə, səmimi deyirəm ha bunu. Hər kim toyçunun işinə əngəl olmağa çalışır, hər kim çıxır deyir ki, məsələn, toyu israfdır, toyu yığışdırın, toyun qabağını alın, onun özünün başına görünməz, olmaz görünməz olaylar gəlir. Çünki bu insan illərini həsr edib, bir musiqiçi yetişib toy bazarına çıxana qədər 10-12 il gedir, 10-12 ili gedir bir musiqiçinin. Siz qalxıb deyirsiniz ki, bu artıqdır, bu çoxdur. Məsələn, düzün düzəngahında da toy eləmirsiniz. Yaxşı yerdə, yaxşı şeylə öz qiyməti var. Peşəkar musiqiçi ilə də, nə deyirlər ona, amatör samauçka, öz-özünə öyrənən musiqiçinin fərqi olmalıdır da. Qiymət fərqi olmalıdır da. Hüseyni sıradan biri ilə müqayisə eləyənməzsən, Orxanı sıradan biri ilə müqayisə eləyənməzsən. Kimisə qiyməti bahadırsa, bu onun sənətinə verilən dəyərin üstünə gəlir, kostyumu, nə bilim, PR-ı, reklamı bahalaşır. Söhbət burada sadəcə nə Hüseyndir, nə Orxandır, nə Afaq Gəncəlidir, nə Pünan İsmayılıdır, yox. Nə Aygündür, nə Röyadır, yox. Toya əl uzadan insana mane olmayın. Hərəniz bir tərəfdən ağız vurmayın ki, onu neyinirsən, bunu neyinirsən, onun arzusudur, onun fikrindən yayındırmayın. Siz özünüz bunu edirsiniz, elə bilirsiniz ki, o müğənniyə çatmır, amma inanın ki, o toyda ki, o müğənni oxuyacaqdı, siz vurmusunuz, o musiqiçi olacaqdı, siz qohumlar vurmusunuz, bu toy sahibinin başını qatmışsınız, yayındırmışsınız fikrindən, onun bəlasını yaşayırsınız. Mən danışıram, hər kəs özündə bir yadına salsın. Yadına salsın ki, hansı vaxt, hansı müğənnini toya gətirdilər. Mən gəldim ki, onu neyinirsən, gəl bunu çağıraq. Onun ard-ardına, başına gələn fəlakətlər yadına düşəcək ki, o müğənninin ruhsuna bahis ol. O musiqiçiyə bahis ol. Bunu niyə görə deyirəm? Bugün toy bazarında durğunluq var. Amma toy bazarında durğunluq digər bazarların kef eləməsi demək deyil. Çalışın toy bazarı açılsın. Toy bazarında olan durğunluq bütün ölkənin biznesinə təsir edir. İynəsindən düyməsinə, corabından gecə paltarına, gəlinliyinə, xalçasına, nə bilim bəyliyinə, nə bilim hamısına, evinə, eşiyinə. Hər qurulan yuva bir alınan evdir. Mane olmayın cəmaata. Xalqa toy eləməyə mane olmayın. Cəmaatı qorxutmayın. Qoy xalq toyunu eləsin. Bizə də xeyirdir, sizə də xeyirdir, hamımıza xeyirdir. Musiqiçinin ahını götürməyin. Onlar ağzı dualı insanlardır.